Hola amigos, estudiamos español y hablamos español. Salam dostlar, İspan dili öğrenir ve İspanca danışırıq. 11. dersin 3. hissəsindəyik bugün. İsimlərin hal əlaqələri. Əvvəlcədən qeyd edim ki, İspan dilində Azərbaycan dilindən fərqli olaraq isimlər hal şəkilçiləri qəbul etmirlər. Yəni isim həmişə adlı halda olur, lakin qoşma sözlər vasitəsilə hal əlaqələri mənasını bildirən bir forma yaranır. Baxaq görək bu necə olur. Juana está en casa. La fotografía de Juana. Los libros del alumno. Da la mano a la madre. Da la mano al padre. Mire la fotografía. Habla con Juan. Burada yani tam olarak bizdeki isimlərin hallarına uyğun gəlməsə də müəyyən qədər oxşarlıq görərək tərcümələrini bu cür yazmışam. Nominativo adlıq, genitivo yelik, dativo yönlük, akusativo təsirlik, vokativo çağırış, ablativo yerlik. İndi nümunələrdə siz daha aydın başa düşəcəksiniz bunları. Baxırıq. El gato, del gato, al gato, el gato, o gato, con el gato. Los gatos. Başa düşdünüz yəqin ki, los gatos nə deməkdir? El gato pişikdirsə, los gatos pişiklər. De los gatos, a los gatos, los gatos, o gatos, con los gatos. Başqa nümunələrə baxaq. Juan, de Juan, a Juan, a Juan, o Juan, con Juan. Juana, de Juana, a Juana, a Juana, o Juana, con Juana. Gördüyünüz kimi D ilə el artiklı birləşir, del olur. Yəni daha əvvəlki dərslərdə biz bunu oradan öyrənmişdik, bilirdik. El singular tək, el plural cəm. Tapşırıqlara baxırıq. Birinci tapşırıq. Azərbaycan dilinə tərcümə edin. 2. İspan dilinə tərcümə edəcəksiniz. Bugünlük bu kadar dostlar. 11. dersimizin 3. hissəsi də başa çatdı. 12. dərsdə görüşmək ümidiyle. Her zaman olduğu kimi tapşırıqları yeni kommentlərdə qeyd edə bilərsiniz. Hasta luego.